Azərbaycanın təməlində yatan bir problem var, legitimlik məsələsi. Bu legitimlik məsələsi də seçkilərin keçirilməməsi, Azərbaycanın tarixi əsaslarının olmamasından irəli gəlir. 1918-ci ildə yaradılmış hökumət özünə sərhədlər çizmişdi, özünə respublika yaratmışdı. Amma bunu yaradanların özü xalq arasında tanınmayan, qəbul edilməyən şəxslər idi. Həmçinin bu yaradılma, yəni Azərbaycanın yaradılma prosesi seçki yolu ilə baş vermədi. Həmçinin tarixi əsasları yox idi. Yəni tarixdə Qafqazda Azərbaycan adlı bir ölkə olmayıbdı və insanların xəbəri də yox idi. Yəni belə bir dövlət yaradılır. Heç kimin ortada bir xəbəri yox idi ki, Azərbaycanda hansı bir dövlət quruluşu yaradılır. Həmçinin burada ermənilər, Qafqazlı xalqlar, talışlar bu dövlətin yaradılmasına qarşı çıxıbdı. Bu dövlətin xaricdən gələn köməklə ordu qurma prosesinə qarşı çıxıbdı. Deyək ki, yəni bu hökumət özünü qurdu, daha sonra seçki keçirib legitimləşdirdi. Bu proses də baş vermədi. Yəni bəzən tarixdə çox hallarda belə bir hallara rastlaşırıq ki, bir ölkənin tarixi, keçmişi yoxdur, amma ölkəni qurur, daha sonra əhali də gəlib onun legitimliyini qəbul edir seçki yolu ilə. Bu proses də baş vermədi. Yəni Azərbaycanda 1918-ci ildə ki qurulmuş hökumətdə seçki keçirilmədi. Seçki hüququ falan var idi. Yəni qadınlar seçilməlidir, falan seçilməlidir. Bunlar hamısı kağız üzərində olan bir şeydir. Reallıqda ümumiyyətlə Azərbaycanda heç kim seçkidə iştirak etmədi. Seçki baş tutmadı. Həmçinin Sovetlər Birliyi dövründə də biz bu seçki prosesini görə bilmədik. Çünki Sovetlər də avtoritar bir dövlət idi. Diktatura və avtoritarizmin qarışığından yaranmış bir dövlət idi və biz burada da seçki sisteminin olmadığını gördük. Azərbaycan Sovet Sosialist Respublikası Moskvanın oyuncaq bir dövlətinə çevrilmişdi. Eynən elə 1918-ci ildəki olmuş hökumət kimi xarici qüvvələrin əlində oyuncaq bir qurum idi, qondarma bir qurum idi. Və Sovetlər Birliyi dağıldıqdan sonra da biz müasir dövrümüzdə də Azərbaycanda hər hansısa bir respublikanın yaradıldığını görə bilmirik. Yəni seçki respublikasının yaradıldığını görə bilmirik. Yəni seçki keçirilmir və insanlar seçki yolu ilə səs verə bilmirlər. Və indiyənə qədər də biz seçki yolu ilə əhalinin nə istədiyini, nə tələb etdiyini görə bilməmişik. Biz bu reallıqdan kənarda qalmışıq. Və Azərbaycanda da bizə söz deyənlər var, nə bilim, deyirlər ki, talışlar xırda xalqdır və yaxud da onların dili niyə Azərbaycanda rəsmi dil olmalıdır, niyə talışlar parlamentdə təmsil olunmalıdır, kimdir ki onlar? Mən bu adamlara demək istəyirəm ki, yəni Azərbaycanda sizin bu söz deməyə haqqınız yoxdur. Siz xarici ölkələrin, Rusiya, Türkiyə və digər xarici ölkələrin tulası kimi rol oynayırsınız. Çünki talışlar heç vaxt seçkidə öz səsini eşitdirə bilməyib. Mən əminəm ki, Azərbaycanda seçki olsa, talışlar bu seçkidə həm Azərbaycanda prezident seçə bilər, həm parlamentdə təmsil oluna bilər, həm də talış dili Azərbaycanın rəsmi dili ola bilər. Və bundan çox əminəm, çünki Azərbaycanda talışların sayı 2 milyondan çoxdur. Həmçinin talışların tərəfində də olan insanların sayı çoxdur. Türklərin və digər millətlərin içində talışların tərəfini saxlayan çoxlu insanlar var. Hazırki hakimiyyət və legitimlik qazanmağa çalışan güclər isə xaricdən maliyyələşir, xaricdən idarə olunur. Bunların Azərbaycan xalqı, Azərbaycanın tarixi keçmişi ilə heç bir əlaqəsi yoxdur. Və burada da belə bir məsələ ortaya çıxır. Bəs biz bu məsələni necə legitimləşdirə bilərik? Yəni legitimlik var, Azərbaycanın legitimliyi əsasən güc yolu ilə formalaşıbdır, amma biz bunu seçki yolu ilə formalaşdırmalıyıq. Yəni Azərbaycanda seçki keçirilməlidir. Əhali yenidən konstitusiyadır, prezidentdir, parlamentdir, qanunlardır, bunları qəbul etməlidir. Bizim atributlarımız, dövlət atributlarımız yenidən baxışa verilməlidir. Yəni əhali bu atributları qəbul edilmir özünün kimi, yoxsa yox. Həmçinin Azərbaycanın tarixi əsasları,
onun regional əsasları əsaslandırılmalıdır ki, əhali bunu qəbul edirmi, yoxsa yox. Və bu prosesdə mən əminəm ki, talışlar qalib bir xalq olacaqlar və yenə deyirəm, biz bunu heç də Yerazlar, Naxçıvanlar kimi Azərbaycanı qəsb edərək, insanları incidərək yox, seçki yolu ilə görməyin tərəfdarındayıq və biz seçki yolunun, demokrasiyanın tərəfdarıyıq. Yox, əgər Azərbaycanda bizə bu prosesi aparmağa imkan verilməyəcəksə, yəni bizə deyiləcəksə ki, yox, siz burada iş edə bilməzsiniz, siz ancaq Qarabağda ölmək üçün yaradılmısınız. Bizə əskər aparacaqlar, bizdən vergi alacaqlar, bizim tarixi torpaqlarımızı qəsb edib, orada ürək istədiyi kimi işlər görəcəklər, pul qazanacaqlar, bizə isə heç bir imkan verilməyəcək. Bax, burada bizim məsələlər qarışacaq. Yəni, mən bu günə qədər danışıram bu məsələlər ki, Azərbaycanda demokratik seçki olmalıdır, biz özümüzün səsimizi eşitdirməliyik, talışlar prezident seçilməlidir, parlamentə seçilməlidir, ölkədə rəsmi dil talış dili olmalıdır və görürəm ki, burada bəzi insanlar biraz özünü yaxşı apara bilmir bu məsələlərdə və mənim sözüm o insanlaradır, həmçinin dövlət adamlarından da ben bu söhbəti çox eşitmişəm. Əgər talışlara siz demokratiya seçki yolu ilə bir şey əldə etməsini istəmirsinizsə, onda burada özünüz talış separatizmini, talışların güc yolu ilə nəyisə həll etməyini dəstəkləmiş olacaqsınız. Və burada qətiyyən şübhəviz olmasın ki, talışlara əgər özünü idarə etmə və yaxud da öz taleyini həll etmə hüququ seçki yolu ilə verilməyəcəksə, yəni bizim Azərbaycanda parlamentdə prezident olaraq seçilmə və yaxud da parlamentdə deputat olaraq seçilmə imkanlarımız olmayacaqsa, bizim talış dilini dövlət dili etmə imkanlarımız olmayacaqsa, biz bunu güc yolu ilə həll edəcəyik. Bunu ağlınızda saxlayın, qulağınızda sırğa eləyin. Yəni, mən razıyam ki, əgər Azərbaycanda sabah seçki keçiriləcək və talışlar deyək ki, prezident seçkisinə gedir və talışların namizədi seçilə bilmir. Bu normal bir prosesdir. Həmçinin parlamentdə, idarə etmədə, digər idarə etmə yerlərində bizim səsimiz yetərli olmur ki, biz yetərli qədər parlamentdə təmsilçimiz olsun. Bu normal bir prosesdir. Amma bu proses olmalıdır. Yəni, bizim Azərbaycandakı mövqeyimiz seçki və yalnız demokratik yolla formalaşdırıla bilər. Əgər bizə daim güc yolu ilə nəsə diktə etmək istəyəcəksinizsə, burada talışların şilləsini görəcəksiniz. Yəni, sizin dalınızda dayanan Rusiya, Türkiyə artıq zəifləyir, sıradan çıxır və talışların şilləsinin qüvvətini daha da yaxşı hiss edəcəksiniz bundan sonra. İllərdir ki, bir əsrdən çoxdur ki, hətta 2 əsrə yaxındır ki, Rusiya sizin arxanızda dayanır və Rusiya artıq ölür, can verir və türklərin arxasında və yaxud da bu hazırki qondarma hakimiyyətin arxasında dayana bilməyəcək. Bunu ağlınızda saxlayın, bunu qulağınızda sırğa eləyin, bunu dönə-dönə sizə deyirəm. Həmçinin Azərbaycanın digər məsələlərdə mövqeyi də bəlli olmalıdır. Yəni, Azərbaycanda unitar dövlət adlandırılır, amma Naxçıvan adlı Muxtar Respublika var. Qondarma, separatçı bir respublika var. Naxçıvan Muxtar Respublikasının mövcudluğu sırf Yeraz Naxçıvan hakimiyyətini qorumaq üçün yaradılıbdır. Yəni, bu qurum ona xidmət edir ki, nə vaxtsa Azərbaycanda qarışıqlıq olsa, Azərbaycandakı bu saxta hakimiyyət Naxçıvana qaçsın, orada Türkiyənin, Rusiyanın havadarlığı ilə özünə dövlət yaratsın və Azərbaycandakı proseslərdən qorunsun. Bu dövlət ləğv edilməlidir. Bu, Azərbaycanın müstəqilliyi ilə olan açıq təhdiddir Naxçıvan məsələsi. Naxçıvan məsələsi əgər ləğv edilmirsə, onda talışların da Muxtar Respublika yaradılmasına mane edilməməlidir. Yəni, ya siz unitar dövlət kimi unitar dövlət olmalısınız. Əgər Azərbaycan federativ quruluşa yaxın bir quruluş və yaxud da özünü federativ bir quruluş kimi formalaşdırmaq istəyirsə, o zaman da talışların da bu məsələlərinə mane olunmamalıdır. Yəni, mənim yekun sözüm ondan ibarətdir ki, ya siz bizi adam balası kimi qəbul edəcəksiniz, yəni seçki yolu ilə, demokratiya yolu ilə. Əgər biz bu məsələlərdə çox belə söyüş, çox belə əks həmlə, insanlar bizi qəbul etmir filan məsələsi görsək,
biz öz güc yolumuzdan da istifadə edəcəyik. Buna qətiyyən şübhəniz olmasın. Bizim hazırki Azərbaycanın istənilən mövqeyində adamlarımız var. İstənilən mövqelərində insanlarımız var. İstəyir 93-cü il hadisələrində, istəyir 18-ci il hadisələrində, Sovet dövründə də adamlarımız olub. Sadəcə biz sonrakı yoldan həmişə çəkinməyə çalışmışıq. Bu heç kim üçün uğurlu bir yol deyil, uğurlu bir həll yolu deyil. Sonrakı yol heç vaxt heç kimə uğur gətirmir və biz yenə deyirəm demokratik seçki yolu ilə proseslərin tərəfdarıyıq. Amma bizə bu mane olunacaqsa, bizdən özünüzü qorumalı olacaqsınız. Bunu yenə deyirəm, qulağınızda sırğa eləyin. Bizlə, güc yolu ilə, söyüş yolu ilə, nə bilim, siz bunu edə bilməzsiniz, edə bilərsiniz, bilməzsiniz yolu ilə danışa bilməzsiniz. Bu sizin həddiniz, başınız üçün deyil. Yəni, indi bir-iki alimimizi tutursunuz, aktivistlərimizi tutursunuz, bəlkə sabah məni də tuta bilərlər, bilmirəm. Bəlkə sabah məni də öldürə bilərlər, bilmirəm. Mənə heç bu maraqlı da deyil, amma Talış xalqı öz iradəsini ya seçki yolu ilə, ya da öz gücü hesabına həll edəcək.